Benim yaralı bülbülüm Layla oğul. Hiçbir ana şehit doğabilir, şehit doğulur. Ama hiçbir ana şehit doğabilmez. Ona bu çok büyük bir məqamdır. Nedir ki Hacı Rami de buyurdu ki şehitlerle beraber sizin de məqamınız ilgidir. Çünkü elifli bir de fel. Uf, orada da ufun gelir. İki hərfdən ibarətdir. Valideyn heç vaxt şəhid ola bilməz. Məsələn, bəzi analardan biz eşidirdik ki, Allah bu bir övladına deyir, şəhadət nəsib elə, şəhid olardılar. Görürsən ki, bu bir övlad ananı bezdirir. Deyirsən ki, nə üçün bunu belə deyirsən? Deyir ki, bu məni bilirsən neyini daim, öldürüb, bu məni elə əsəbləşdirir ki, kaş elə bu şəhid olardı, o qalardı. Deməli, o valideyndir. Atasına, anasına qarşı valideyndir. Ona üz qaytarır. Onun üstüne qışqırır. Allah da seçir, Allah da bilir ki, hansı bəndəsi şəhid olmalıdır. Allah da bilir ki, o hansı məqama layiqdir. Şəhid oldu. Mən bir şəhid anasının dilindən eşitmişəm bunu. Həmişə deyərdi ki, mənim oğlum 2 ayda, 3 ayda maaş alırdı, şəhid oldu. Hərbi qulluqçu idi, leytinant idi. Allah balasının məqamını uca eləsin inşallah. Amma mən ona deyərdim ki, Allah sənin övladına müştaqdır. Allah sənin övladına aşiqdir. Allah sənin övladına səndən də çox onu sevir. Bizim ata-anamız bizi nə cür sevir? Xala, bibi, dayı o cür övladı sevə bilər heç zaman. Heç yerini də verə bilməz, düz deyil. Amma Allah mütəal şəhidi öz ata-anasından daha çox sevir ki, onun canına aşiqdir ki, Quran-ı Kərimdə də bu barədə ayələr var, kəlmələrimiz var ki, deyir ki, Allahla elə bir gözəl şəkildə alqı-satqı et ki, Allah sənin canını daha qiymət alsın. Benim yaralı bülbülüm Layla oğul. Benim qanat batar gülüm Layla oğul. Layla oğul. Kan ağlayırken Valillahilhamd. Bismillahirrahmanirrahim. Ve min şerrin neffâsâti fil ukad. Ve min şerri hasidin izâ hasad. bu bela Hüseyin'e Göya siman saxlar əza Hüseyin'e Abbas etmiş canım fəda Hüseyin'e Layla şəhid, Layla şəhid Yarın gözü kan ağlayır şəhidimi Anan rəsmin qucaqlayar